Salam əziz dostlar. Bugün bizim qonağımız Norveçdə yaşayan doktor Hacı Hacıyevdir. Hacı, xoş gördük səni. Necəsən? Salam, mən də salamlayıram həm səni, həm dostları, hamını. Yaxşıyam, çox sağ olun. Ümid edirəm sizdə də hər şey yaxşıdır. Minnətdaram. Bugün biz çalışacağıq ki, Avropada yaşayan Azərbaycanlıların baxış prizmasından burada baş verən prosesləri bir qədər təhlil edək. Çünki dünyada nə baş verir, hamı görür də. Dünyada, yəni 45-ci ildən sonra presidenti olmayan hadisələr baş verir. O cümlədən Avropada baş verir. Artıq uzun illərdir biz burada yaşayırıq da. Mən Almanda, sən Norveçdə bir 10 ilə yaxındır. Mən Almana artıq 25 ildir bu ölkədə artıq işlərim var, gəlirəm, gedirəm. Amma bir 15 neçə il yaxındır, 10 ildən çoxdur da hərəmiz yaşayırıq. Bu prosesləri biz daim analiz eləməyə cəhd edirik. Çünki biz burada yaşayırıq, buradakı hadisələri bilməliyik, nə baş verir. Bir qədər Avropada bu oturuşmuş, belə deyək də, Azərbaycanlıları əsas cəlb eləyən nə idi həmişə? Burada baş verən son 30-40 il, belə deyək də, bizim ölkə müstəqil olandan sonra Azərbaycanlıları Avropaya cəlb edən əsas, belə açıq danışırıq biz, nə kültür, nə böyük elm, əsas rifah dövləti idi, düzdürmü? Sözsüz. Bizim insanlar, düzdür, bura təhsilə gələn var, mənim kimi kültür işləri ilə bağlı gələn adamlar var. Sən getdin Norveçdə bir xeyli oxudun, tibb təhsilini artırdın. Bu müxtəlif layihələr var belə bu proyektlərlə özünü görən. Amma çox adam sadəcə rifah dövləti kimi görür buranı və təbii ki, 92-ci ildə Azərbaycan müstəqil olanda Azərbaycanla Avropanın, Qərbi Avropanın əlbəttə nəzərdə tuturam, Şərqi Avropanı yox, müqayisə etmək mümkün deyildi. Burada oturuşmuş artıq belə bir rifah dövləti, sosial dövlət. Azərbaycanda isə 20% işğal olunmuş, iqtisadiyyatı dağılmış, SSR-dən ayrılmış, bütün iqtisadi xəttləri darmadağın olmuş bir ölkə müqayisə etmək olmazdı. Amma indi nə baş verir? Biz çalışaq ki, bu hadisələri bir qədər təhlil edək. Avropanın gəlib 90-cı illərin ortalarında tam rifah dövlətə çevrilməsi səbəblərini, ondan sonra baş verən hadisələri və son bir neçə ildə baş verən bu militarizasiya tendensiyasında gərək baxaq. Nədən oldu? Militarizasiya baş verir burada, total. Burada məsələn Berlində Bundeswehr reklamları gedir hər yerdə. Tramvayların üstündə, küçələrdə, lövhələrdə, hər yerdə militarizasiya haqqında söhbətlər gedir. Yazılır ki, şuarda yazılıb ki, das ist kein Job, das ist eine Mission. Yəni bu iş deyil, bu missiyadır. Eyni şey də Danimarkada, hətta Danimarka kimi Skandinav ölkəsi, sakit, cənnət. Orada artıq militarizasiya prosesləri gedir və bu qarşısı alınmaz proseslərdir, Hacı. Biz bunu görürük də, burada yaşayırıq. Öyle. Biz çalışaq bir cəhd eləyək. Bu necə oldu? Sən özünün baxışın var, mən bilirəm ki, Avropanın tarixinə, son demək 50 illik tarixinə və son 5 illik tarixə də biz qayıdıb baxacağıq indi. Bu demilitarizasiya məsələsini, daha doğrusu militarizasiya məsələsini izah eləməkdən və yaxud da ona baxmaqdan, onun təsnif etməkdən əvvəl biz gərək bunun həqiqətən militarizasiya olub olmadığını düşünək və orada da belə bir qərara gəlir ki, yox, bu militarizasiya deyil, bu remilitarizasiyadır. Doğru. Çünki bu Avropa həmişə dişsiz, yəni silahsız olmayıb. Avropanı silahsızlaşdırıblar, demilitarizasiya eləyiblər və bu da 2-ci Dünya müharibəsindən sonra baş verib. Çünki Avropanın tarixi həqiqətən də çox zəngin, dərin və qanlıdır. Bütün ən dəhşətli, bəşəriyyət üçün ən qanlı deməli hadisələr, çatışmalar, müharibələr həm təbii, həm insani, antropogen fəlakətlər məhz bu kontinentdə baş verib, Avropada baş verib.
bəli, bu təbiidən danışırıqsa, bu müxtəlif dönəmlərdə olan epidemiyalar, orta əsri formalaşmasında da əslində müəyyən mənada rol oynamış, tutaq ki, taun epidemiyaları, vəba epidemiyalarını biz deyə bilərik. Yalnız bu baxımdan sonuncu bu koronavirus mənşəyi Avropa olmadı, amma orada da Avropa bu prosesin içinə girdi və koronavirus infeksiyası o insanlığın yaşadığı o pandemiyaların yanında, yəni heç nədir də, yəni uşaq oyuncağıdır o taun epidemiyalarının, vəba epidemiyalarının yanında. Müqayisə olunmaz bir məsələlərdir. Tamamilə müqayisə olunmaz. Hacı, burada bir qeyd eləyim, sən fikirləri və dəstək kimi. Yadımdan çıxıb hansı filosof demiş, deyəsən Nikolay Berdiyevin fikri idi. Deyirdi ki, bu o qədər də böyük olmayan yarımada, yəni Avropanın deyil, yarımada. Deyir, bəşər tarixində, belə deyək də, ən passionar güclərin tüğyan etdiyi bir yer idi. Rəhmətli filosof Heydər Camal da onu deyirdi ki, Avropanın dəhşətli bir passionar tarixi olub hər zaman. Amma biz görürük ki, həmin o passionar tarixdir, Roma imperiyasından, qədim Yunanlardan, orta çağlardan, səlib yürüşlərindən, bunların hamısını keçərək 45-ci ildə Avropa ilk dəfə tarixində müstəmləkə statusuna düşür. Avropa müstəmləkədir. Yəni biz indi başa düşürəm, müstəmləkənin müxtəlif formaları var, növləri var. Afrika var, İndoneziya var, nə bilim o birisi var, bu birisi var. Rusiyanın müstəmləkələri var. Amma 45-ci ildə Avropa konkret iki yerə bölündü. Şərqi Avropa oldu kommunist müstəmləkəsi, Qərbi Avropada Amerikanın faktiki müstəmləkəsi. Bu çox maraqlı orijinal müstəmləkə idi. Müstəmləkə tərəfindən kolonizasiya olunmuş müstəmləkə. Çünki Amerika özü Avropanın müstəmləkəsi idi. İlk dəfə koloniya metropoliyanı kolonizasiya eləmişdi. Həqiqətən də bu elə bil ki, retrograd kolonizasiya oldu da. Koloniya döndü, öz metropoliyasını kolonizasiya elədi və bu çox hər tərəfli, sistemli bir kolonizasiya oldu. Bu klassik kolonizasiya deyildi ki, məsələn, orta əsrlərdə o konkisto filan getdilər, düşdülər, yerli əhalini öldürdülər, resursları ələ keçirdilər və oranı öz torpağı elan elədilər, məsələn, İspanlar kimi və yaxud da bu klassik kolonizasiya kimi olmadı. Bu yeni bir kültürel həmçinin kolonizasiya oldu. Bu həm də bu müstəmləkənin özünün də bunu qəbul eləməsi şəklində, kültürel olaraq qəbul eləməsi. Çünki qəbul eləməsi, Hacı, qəbul eləməsini, yəni şübhə altına ala bilərik. Çünki necə deyim, Şərqi Avropada SSR-nin hakimiyyətini qəbul eləməmişdilər. Neçə dəfə üsyanlar oldu. Yəni bunu biz bilirik də. Hətta Şərqi Almaniyada, nə bilim Macaristanda, nə bilim Çexoslovakiya, Polşanın özü heç vaxt qəbul eləməmiş. Hətta Yugoslaviya ümumiyyətlə daxil olmadı Sovetlər. Qərbi Avropa isə o daha dəhşətli idi. Almanların, yəni bu Alman dilli ölkələrin dişləri tamam çıxarılmışdı. Belə deyək də, indi obrazlı şəkildə ifadə eləsək 45-ci ildə. Fransada yerindən yeksan olmuşdu. Fransanın artıq o militar qüdrətindən heç nə qalmadı. Sadəcə De Gaulle çalışdı bunu qaldırsın. Sovet İttifaqı ilə ABŞ arasında gəliş-gediş edib Fransanın həmişəki siyasətidir. Fransanı hələ 19-cu əsrdə zəll eləmişdilər. Müharibəsindən sonra Fransanın militar demək qüdrəti sarsıldı və əsas bu qüdrət olan Almaniya, Fransa kontinental gücün əsası dayağı. Demək olar ki, onların dişləri çıxarıldı. Düz deyə Fransaya sonra imkan verirdi atom bombası da əldə eləsinlər qismən. Sovet İttifaqı da buna göz yumdu, Amerika da göz yumdu ki, olsun, bunlarda da kiçik bir həcmdə olsun. Amma kontinental Avropa həqiqətən də demilitarizasiya olundu, müstəmləkəyə çevrildi. Düzdür, onlara imkan verildi ki, iqtisadi cəhətdən qalxınırsınlar, bir növ belə deyək də baza olsun. Amma buna heç bir halda, yəni müstəqil dövlətlər sözün klassik mənasında demək olmaz. Almaniyanın ərazisində günü bugün 40 minə yaxın bir ordu durur da. Biz bilirik bunu da. Ramstein ərazisində orada Amerikanın ordusudur və o heç Berlinə nəinki tabi olmur. Heç Berlin adda şəhər tanımır. Əllərində nüvə silahı da var, hərbi hava qüdrəti də var.
Təsəvvür edək ki, balaca Azərbaycanda biz belə bir şey təsəvvür eləyək ki, başqa bir dövlətin, bizdə də o Rus miratvorцы, sülh qayranları, onlar gəlmişdilər. Cəmaət 3 ildir özünə gələ bilmirdi ki, niyə görə onlar 2000 nəfər əskər orada nə edir? Yəni, bu məsələlər çox ciddi məsələlərdir. 45-dən sonra da burada təbliğat aparıldı, demilitarizasiya. Əsasən bu Prusiyanın dağıdılması ilə, çünki Prusiya Almaniyanın ən militar belə, Almaniyanı zaten yığan, birləşdirən mərkəz idi. Prusiyanın militarizmini darmadağın eləmək lazım. Ona görə o torpaqları payladılar. Polşaya, Rusiyaya, Baltika ölkələrinə və s. Bundan sonra həmin bu demilitarizasiyanın, pasifizmin fəlsəfi əsasları qoyulmalı idi. Bəli, bəli. Bu məntiqdə. Bəli, bu onda elə çox uzağa getmədən, o əslində təbii ki, bunun kökləri gedir 19-cu əsr, hətta 18-ci əsr, əgər biz lap Fransa inqilabından bu respublika anlayışının, millət anlayışının formalaşmasına danışsaq, lap ora gedək, çıxaq gərək. Ondan sonra ki, onun doğurduğu, ona refleks, ona reaksiya olaraq formalaşan artıq böyük bir fəlsəfi plast olan Alman fəlsəfəsi, klassik romantizm dövrünü götürə bilərik. Amma bunları elə-belə üstündən deyib keçək, çünki bu hər biri dərin analiz, dərin müzakirə tələb eləyən bir mövzudur. Oradan keçək, gələk onda bu 2-ci Dünya müharibəsinin bitməsi və ondan sonra formalaşan Avropaya nəzər salaq. Oradan başlayaq biz bu tarixi və kültürel ekskursumuzu. Çünki bizim bugünkü gün yaşadıqlarımıza hal-hazırda o paradigma dəyişkənliyinin əsasını təşkil edən məhz 2-ci Dünya müharibəsindən sonraki dövrdür ki, indi onun transformasiyası baş verir. Ondan öncə bir kəlmə deyim, bu 19-cu əsr barədə danışdım. Yəni, Alman romantizmi 19-cu əsrdəki əsla militarizmin əleyhinə deyildi, əksinə. Qətiyyən. Alman romantizmindən nasizm çıxdı sonra. Əlbəttə, sözsüz. Almaniyada sadəcə həmin dövrdə iki qüdrətli bir cəryan mübarizə apardı. Alman romantizmi ilə marksizmin, sosializmi. Tamamilə. Utopik sosializm biraz utopik idi. Əlbəttə, o dövr üçün. Sonra isə bu fikirlər gətirib radikal bir məcraya gəldi. Sosializm o nihilizmi ilə bərabər, yəni dinin inkarı ilə bərabər gəlir çıxır sosial darvinizmə əvvəl-axır. İstəsən, istəməsən də. Alman romantizmi isə gətirib, yəni bu mükəmməl bu Prus hərbi maşını ilə bu ideal Hegelin ideal dövlət adlandırdığı həmin bu nasistlər belə hesab eləyirdi ki, onlar həmin o Hegelin ideal dövlət adlandırığının zirvəsinə gəliblər, nasional sosializm quruluşu qismində. Və bunlar gətirib elə bir katastrofaya çıxardır, elə bir fəlakətə çıxardır 45-ci ili, yəni təsvir etmək mümkündür. Tək Almanlar üçün yox, bütün kontinental Avropa üçün. Və bundan sonraki dövr isə maraqlıdır. Bax, orada pasifizmin ideoloji əsasları yaradılır. Sosializm ideyaları üzərində. Bəli, bu pasifizmin ideoloji əsasları əslində bu kültür marksistlər ki, özlərini onlar xoşlayırdılar, xoşlamırdılar belə adlandırmaq. Amma nə Markuzo, nə Adorno, onlar heç biri Marksı yəni tənqid eləyirdilər, amma inkar eləmirdilər və özlərinin marksist olduğunu da inkar eləmirdilər. Yox, faktiki trotskiçi idilər də bunlar, yox? Bəli. Trotskiçilər idi bunlar. Bəli, onlar Stalini qəbul eləmirdilər, amma Trotski ilə heç də əsla, yəni o qədər onların ideyaları Trotskinin ideyaları ilə üst-üstə düşürdü. Elə bir şey idi. Bu Frankfurtda formalaşan bu intellektual mərkəz ki, ondan sonra Frankfurt məktəbi deyildi. Bu Alman, Yahudi mənşəli Alman intellektuallar idi. 20-ci əsrin 20-ci illərinin sonunda formalaşmışdı bu bir dərnək şəklində. Orada Frankfurt Sosial Araşdırmalar İnstitutu vardı. Onun nəzdində
belə toplaşmışdı. O da toplaşmalarının səbəbi nə olmuşdu? Bunlar əslində o deyir sümüyliyinə qədər Marks ideyaları ilə deməli alovlanmış, Marks ideyalarına sidqi ürəkdən inanan insanlar idi və hətta onlardan ən passionarı yeri gəlmişkən və ən adiozu olan Markuzo. Deməli o hətta Bavariya Sovet Sosialistik Respublikasının yaranmasında iştirak eləmişdi də hətta. Bilavasitə. Yəni bu Almaniyada gedən inqilabi proseslərdə bu siyasi marksizmdə bilavasitə özü iştirak eləmişdi. Düzdür, bu təbii ki bu uğursuz sona çatdı. Heç bir ay yaşamadı o respublika. Yer gəlmişkən tarixçilərin bir qismi Alman millətçiliyinin əsasında həmən o Bavariyada baş verən o hadisələrin də rolunu görürlər. Çünki o yəni böyük əksəriyyətlə o Bavariya Sovet Respublikasını yaradan insanlar yerli Yahudilərdir. O respublika özü isə Bavariyada yaradılmışdı. Deməli Almaniyanın ən mühafizəkar hissəsində. Elə buna görə onun şansı yox idi. Amma ondan başqa mərkəzi inqilab cəhdi də oldu Almaniyada 18-ci ildə. Bu da uğursuz başa çatdı. Əlbəttə. Bütün Avropada olmuşdu, Hacı. Əlbəttə. Macaristanda olmuşdu, Sovet Respublikasında olmuşdu. O zaman Marksizmin ruhu bütün Avropa üzərində gəzirdi, elə belə deyilmir o söz. Yo. O zaman Trotskinin ideyaları vardı ki, dünya inqilabı olacaq və Avropada bir neçə yerdə, o cümlədən biri Bavariya idi, biri Macaristan idi, Slovakiyada cəhd olunmuşdu. Bir çox yerlərdə cəhd olundu. Birində bir ay oldu, birində ay yarım oldu. Bu cəhd var idi və bu ideyalar da tək Almanlarda deyildi. Məsələn, Gramsci'nin də ideyaları bu idi, İtalyan kommunistlərdə. Yəni orada da bu doğrudan da bu kommunizmin ruhu, xülyası gəzirdi. Həmin o xülya 45-dən sonra bir metamorfoza etdi, bir qədər dəyişildi. Amma xisləti dəyişmədi də. Dəyişmədi və mən indi o günümüzdən o dövrə baxanda tamamilə mənim üçün yəni aşkardır ki, Marksizm, sosializm 2-ci Dünya müharibəsinin nəticələrinə görə tamamilə qalib gəldi. Ən azı Avrasiya kontinentində. Fərqli formada bu SSR-də və Varşava Paktı ölkələrində bu sırf siyasi, iqtisadi formasiyasında, yəni klassik marksizm, bürokratik anlamda qalib gəldi. Bəli. Qərbi Avropada isə bu kültürel anlamda qalib gəldi. Çünki bu həmən o kültürel marksistlər ki biz deyirik, o Frankfurt məktəbi, bunlar 20-ci illərin sonunda ki onların siyasi inqilabı baş tutmadı, onlar qərara gəldi ki mübarizəni deməli kültürel fəlsəfi müstəviyə keçirsinlər və bu zəmində mübarizə aparsınlar. Sonra Almaniyada nə baş verdiyini hamımız bilirik. Millətçilər gəldi, Hitler gəldi hakimiyyətə və aydın məsələdir ki, bu şəraitdə onlar nə öz milli mənsubiyyəti baxımından, nə ideyaları baxımından artıq orada qala bilməzdilər. Heç bir də qalmadı. Hamısı köçdü Amerikaya, ABŞ-a və bütün 2-ci Dünya müharibəsində orada oldular onlar. Orada yaşadılar və işlədilər. Bu baxımdan Markuzonun şəxsiyyəti yenə də diqqət çəkir. Çünki onun hətta deməli Amerika xüsusi xidmət orqanları ilə də işbirliyi faktları da var. Müxtəlif bununla bağlı yəni verilər var. Belə deyək də, bu fəlsəfi məktəblər, bütün bu müxtəlif istiqamətlər, bunlar hamısı əslində həmin bu kolonial məqsədə xidmət edir. Aydındır ki, bu adamlar inanırlar buna, amma xüsusi xidmətlər, kolonial qüdrət, yəni bunu
yerli insanların, əsasən gəncliyin beyninə yeritmək üçün bu təlimi onu dəstəkləyir. O bir instrumentariyə çevrilir. Düzdür hocam? Əlbəttə, Sən istəməsən də bu rövnəqləndirilməsə, bu ağaca su tökülməsə, bu ağaca becərilməsə, bu gül çiçək açmaz. Onun üçün ümid bir meydan açılır, bax bu məktəb üçün və bu gətirir, çıxardır tam Almaniyanın demilitarizasiyasına. Yəni bir nəsil o birisi nəsli qınayır, ona lənət edir, ona nifrət yağdırır, öz keçmişinə tamamilə nifrət üzərində böyüdülür. Nəticədə bu gördüyümüz bu cəmiyyət pasifizm, bax da bu belə bir cəmiyyət peyda olur. Bax bu barədə danışmaq lazımdır. Əslində Putinin 2022-ci ildə irəli sürdüyü və hamının kollektiv şəkildə gülüb keçdiyi o məşhur demilitarizasiya, denatifikasiya tələbləri ki var idi, hamımız xatırlayırıq onun məşhur o çıxışını. Bu prosesi Avropa üzərində Amerika hələ bundan bir 80 il əvvəl real olaraq həyata keçmişdi və o vaxt bunu heç kim gülmürdü. Bu açıq aydın bəyan edilirdi ki, Almaniya denatifikasiya olunmalıdır və bu denatifikasiya belə termin olaraq da belə keçirdi. Denatifikasiya, demilitarizasiya. Almaniyanın denatifikasiyası çox mürəkkəb bir prosesdir. Bu öz-özlüyündə də bir ayrıca söhbət mövzusudur. Çünki bu fərqli keçib. Şərqi Almaniyada və Qərbi Almaniyada bu tamamilə fərqli patternlərlə keçib və nəticələri də fərqli olub təbii. Amma Şərqi Almaniyaya toxunmayaq indi, Qərbi Almaniyadan danışaq. Bu Qərbi Almaniyada bu denatifikasiya prosesi əsas mərhələsi, çünki bu başladı ilk Nürnberg proseslərindən. Bəli, bu beynəlxalq məhkəmə quruldu. Orada bu nasist deməli liderləri məhkəmə olundu, onlara hökmlər oxundu filan. Amma bu xalq üçün legitim proses deyildi. Bu daha çox beynəlxalq, bu bir satisfaksiya aktidir. Bir beynəlxalq aləmin elə bil ki qisas alma. Bu qaliblərin məhkəməsi idi, belə deyək. Qaliblərin məhkəməsi orada deyir də ki, siz bizi güllələyə bilərsiniz. Bunu nəyə lazımdır eləmək? Yəni əslində böyük təbəqə belə baxırdı. Amma həmin nəsil, gələcək nəsil isə. Həmin nəsil, bəli. Həmin nəsil belə baxırdı və onların fikri sona qədər də dəyişmədi. Çünki onlar artıq formalaşmışdılar. Bütün bu proseslərin içində nasizm elə belə də gəlmədi. Bu özümüz, sən də bayaq dedin ki, onun kökləri hələ gedir Alman romantizminə ki, tamamilə belədir. Fichtedən başlayır hələ bu söhbət. Amma o nəsil bunu başa da düşə bilməzdi. Amma yeni nəsli qazanmaq lazım idi. Yeni nəsli, yeni ruhda və tamamilə buna diametral əks qütbdə formalaşdırmaq lazımdır. Və bu Frankfurt məktəbinin nümayəndələri ki, özləri Alman idilər, yəni Yahudi əsilli də olsa Alman idilər, onlar özlərini Alman kimi identifikasiya edirlər. Bunlar elə bil ki, ağ atın üstündə artıq qalib şəkildə təzədən qayıdırlar, bir Markuzadan başqa qayıdırlar Almaniyaya, elə Frankfurta və artıq tamamilə mənəvi üstünlük pozisiyasından, tamamilə həm mənəvi, həm maddi dəstəklə bunlar başlayırlar yeni bir nəfəslə, ikinci nəfəslə öz işlərini artıq praktik müstəviyə keçirtməyə, öz ideyalarını praktik müstəviyə keçirtməyə və dedik ki, bu Nürnberg prosesləri ki, insanlar üçün, yəni Almanlar üçün legitim deyildi, amma bunların başlatdığı o ikinci dalğa denatifikasiya prosesi ki, onu ekspertlər, tarixçilər Adorno'nun o zaman radyo mühazirələri ilə bağlayırlar. Adorno başladı radyo mühazirələr aparmağa. Adorno da bu Frankfurt məktəbinin bu deməli kültürel marksizm həm də görkəmli musiqişünasdır o. Çox görkəmli cərgəsində çox bir figur sayılır. Onun ümumiyyətlə Avropa
belə deyək də incəsənətinin, müasir Avropa incəsənətinin formalaşmasında, hətta belə daha dar götürsək, Hollivooda alternativ olan Avropa kinosu ki var, ki art house deyirik, o daha ciddi, daha dərin kino. Onun formalaşmasında Adorno'nun müstəsna rolu var. Çünki o Hollivooda prinsipial olaraq qarşı çıxırdı. Ümumiyyətlə bu mədəniyyətin monetizasiyasına qarşı çıxırdı. Yəni kapitalistik mədəniyyətə qarşı çıxırdı. Hətta Charlie Chaplin'i belə o qəbul eləmirdi. Yox, onun prinsipi əsas kütləvi mədəniyyətə qarşı idi. Başqa tərəfdən bəzi yəni tədqiqatçılar hesab edir ki, onun da rolu olub bu kütləvi mədəniyyətin yaradılmasında. Çünki kütləvi mədəniyyət əslində bu soft power'dır da, yəni kolonizasiyanın bir hissəsi idi. Yəni kontinentə gəlmiş Amerika qüdrətinin orada oturuşması üçün yerli bütün ənənə məhv edilməli idi. Bəli. Ənənəvi bərabər edilirdi faşizmə, nasizmə. Ənənəvi, belə deyək, ənənəvi kültür, ənənəvi qaydalar, gələnək, həyat tərzi, hətta 1955-ci ildə qadınlar, bugün yer gəlmiş 8 martdır Qadınlar Bayramı. Qadın bayramında Alman xanımlar çıxıb belə bir aksiya keçirdilər ki, Alman dilindəki Fräulein ifadəsi yığışdırılsın. İndi biz bilirik də, bütün Avropa dillərində belə bir müraciət forması var. Missis və miss. Ərə getmiş xanım, bir də yəni, gənc qız. Məsələn, madmazel var idi və madam var idi. Məsələn, signora, signorita, yəni İtalyan ya İspan dillərində və s. Alman dilində də Frau və Fräulein var idi və belə bir aksiya keçirdilir və deyilir ki, Fräulein bu seksizmdir, bu ərə getməmiş qadın, gənc qadın, nə bilim qızlığa işarə filan belə bir şey vardı və o sözü yığışdırıldı. Alman dilində bu söz artıq bu kəlmə yoxdur, Fräulein. Frau var, hamıya Frau deyilir. Madmazel kəlməsi də bu dalğanın təsirində 2008-ci ildə, üstündən 50 ildən çox zaman keçəndən sonra Fransada indi madmazel kəlməsi yoxdur. Həmin o söz vardı, Mamzel var, Üzeyir Hacıbəylinin əsərlərində var filan. Yəni bu dalğa ənənəvi bütün həyat tərzinin, bütün buna qədər Avropada formalaşmış bu tradisiyon deyilir də, bütün bunun dağıdılması çox ciddi cəhdlə aparılırdı və buna nail olundu. Avropada belə bir qəribə bir sosial rifahdan ibarət, çox belə kənardan çox gözəl görünən, cəlbedici görünən, amma indi görünür ki, tamamilə qüdrətsiz, heç bir messiyan ideyaların olmadığı və Amerikanın çətiri çəkilərsə, bu qarşısında əli qolu bağlı belə bir cəmiyyət yaradılır. Ümumiyyətlə, bu xüsusən Alman filosofları ritorikaya, sözlərə çox böyük önəm verirdilər. Bu Hegel də bunu eləyirdi, Heidegger də eləyirdi bunu. Sözlərin Nietzsche də eləyirdi. Bəli, işlənilən kəlmənin çox böyük, elə bil ki, bir enerjisi var da, bir mənası var. Həqiqətən də o deyirləri, o Borel'in məşhur işlətdiyi o söz var idi, cənnət bağı biz düzəltmişik. Barbarlar da gəlib bunda. Bunlar elə bil ki, impulsiv bəlkə biz efirdən qabaq da səninlə bir xırda şəxsi məsələni də danışanda onu qeyd elədik. İntuitiv, belə impulsiv işlənmiş bir kəlmə sonradan böyük bir anlam qazanır. Və bu, həmən o Borel'in də istifadə elədiyi o söz o elə belə deyildi. Əlbəttə ki, bu nəticə idi. Bu elə belə ki, konstatasiya. O Nietzsche'nin Allah öldü konstatasiyasına bənzər bir konstatasiya idi. Çünki Nietzsche onu Allah heç bir Allahı öldürməmişdi. O sadəcə baş verən hadisənin elə bil ki, məhkəmə eksperti kimi konstatasiya etmişdi o sözü deyəndə. Və əlbəttə bu belədir. O iqtisadi rifahın da dalında nə durur?
bunu anlamaq üçün yenə də həmən biz kültür məsələni, bəli, bu denatifikasiya prosesinin ikinci dalğasını biz dedik ki, həmən bu bilavasitə bu Frankfurt məktəbindən. Bu Adorno'nun radio mühazirələri bu daha çox Adorno ümumiyyətlə mürəkkəb narrativləri xoşlayırdı. O çox adam üçün, gənclik üçün xüsusən çox anlaşılan deyildi. Marcuse isə çox elə bil ki, sadə, çox başa düşülən, çox tez həzm olunan narrativlərlə müraciət edir. Ona görə də 60-cı illər Avropa gəncliyi ki, sonra bu hippi hərəkatının yaranmasına və bütün Avropanın tamamilə dünya görüşünün dəyişməsinə, təkcə Almaniya yox, bütün Avropaya nüfuz edəcək bir dünya görüşünün formalaşmasına gətirib çıxardı. Bu gənclik hərəkatı buna daha çox təsiri oldu məhz Marcuse'nun fikirləri və onların o gəncliyin arxasında da sona qədər Marcuse durdu. Çünki bu intellektuallar orada adını artıq çəkdiyimiz Adorno və Marcuse'dan başqa Horkheimer də var idi. Məsələn, Horkheimerlə Adorno sonra bu artıq geniş vüsət almış gənclik hərəkatlarının arxasında durmadılar. Hətta gənclər küçəyə çıxırdılar, etiraz edirdilər. Yox, raf yarandı. Belə deyək də, demilitarizasiya nəticəsində paramilitar qrup yarandı, raf. Bəli. Almaniyada ümumiyyətlə bu terroristik bir qurumların, o qırmızı ordu fraksiyası qrupunun yaranmasına gətirib çıxardı ki, onlar açıq-aydın terrorla məşğul olurdular. Özləri bir növ militarizmin əleyhinə idilər, amma əllərinə silah alıb müxtəlif çinovnikləri, müxtəlif bank işçilərini filanlarını terror edirdilər. Amma indi qayıdaq, gələk indiki müasir dövrə. Bu minvalla, yəni Avropa demək olar ki, belə deyək, Qərbi Avropa tərk silah olundu. Sonra SSR-in dağılmasından sonra isə mənə yaxşı yadımdadır. Bu tərk silah deyildi. Bu demilitarizasiya idi. Demilitarizasiya başqa vektordan getdi. Çünki bu proses çox vektorludur. Bu vaxta qədər danışdığımız bunun fəlsəfi tərəfi, yəni bu denatifikasiya tərəfi idi. Bu elə bil ki, əqli olaraq sollaşma idi. Amma bunun bir demilitarizasiya tərəfi də var idi. Bu isə NATO idi. NATO'nun yaradılması bu faktiki olaraq Avropanın tamamilə silahsızlaşdırılması deməkdir. Yəni mən də bunu deyirdim də. Yəni bu prosesin bu vektoru, demilitarizasiya vektoru bilavasitə NATO'nun təsis olunması ilə bağlı olan bir proses idi. O da o deməkdir ki, qısaca olaraq, yəni Avropa bundan sonra ciddi söhbətlərdə, hansısa bir konfliktlərdə, hansısa bir müharibələrdə iştirak eləməyəcək. Müharibə lazım olarsa buna Amerika cavab verəcək. Yəni NATO demək Amerikanın hərbi hegemoniyası demək idi Avropa üzərində ilk növbədə. Yəni vəssalam, sən öz ərazinə xarici dövlətin ordusunu buraxırsan və öz təhlükəsizliyini ona etibar edirsən. Buna yəni hansısa bir formada, yəni müstəmləkə də demək olar və bu tam bir demilitarizasiyadır. Bu demilitarizasiyanın nəticəsində Avropa ölkələrinin, Qərbi Avropanı nəzərdə tuturam yenə diqqətlə, büdcənin bir hissəsini sosial rifaha yönəldirlər. Bu tarixdə ilk dəfə idi ki... Böyük bir hissəsini. Çünki silahlı qüvvələr çox bahalı həzdir. Tək silahlı qüvvələr yox, ölkənin təhlükəsizliyi, istənilən ölkənin təhlükəsizliyi, bura silahlı qüvvələr aiddir, burada hərbi sənaye kompleksi, burada xüsusi xidmətlərdir, müxtəlif xarici xidmət, daxili xidmət, bu işləri hərbçilər danışmalıdır. Bunu biz danışmayaq. Amma aydındır ki, bu külli miqdarda bir vəsait tələb edir. Bu dövlətlər bundan istifadə edərək Skandinaviya, Mərkəzi Avropa dövlətləri, elə Almaniya ilə Fransanın özü də Fransa qismən o da bu yola qədəm qoydu. Xarici legion yaradıldı. Xarici legion bu Fransanın müstəmləkələrində problemləri həll edən bir güc idi. Amma yəni insanlara bu artıq təlqin olunmağa başladı ki, bütün bunlar keçmişin qalıqlarıdır. Bütün bu söhbətlər gəlib çıxmışdı ona ki, yadındadır bir 5-6 il bundan əvvəl çox yox. Məsələn, bizdə də sosial şəbəkələrdə bölüşülürdü ki, nə gözəl, məsələn, Skandinaviya ölkələri, məsələn, Danimarkanın, yaxud Norveçin, Belçikanın
Müdafiə naziri bir gözəl, göyçək, bir qəşəng bir xanımdır. Heç bir militar iddiası yoxdur. Oturub orada çinovniklik eləyirdi. Yəni müdafiə naziri yəni çox gözəl, yəni zahiri gözəl bir görüntü idi. Amma bir sual verən yox idi ki, bu dövlətlərin təhlükəsizliyini kim qoruyur? Yox idi bu söz. Yəni mənim yadıma gəlir 91-ci ildə Varşava paktı tamamilə darmadağın oldu. Nəinki sosialist cəbhəsi, Sovet İttifaqına daxil olan bizim ölkələrimiz də müstəqil oldu, hamımız bilirik bunu. Və mənim çox yaxşı yadımdadır, o zaman Polşanın mətbuatından bəzi məqalələr, internet yox idi, çətin idi, amma gəlib çatırdı bizə. Mən yadımdadır, Polşalı ekspertlər deyirdilər ki, Rusiyanın qarşısında təcili silahlanmaq lazımdır. Mən mat qalmışdım bu militar belə bir ritorikaya ki, axı sizə Rusiya, Yeltsin, nə bilim, demokratiyadan danışır, mən nə bilim, yeni təfəkkür, Qarbaçov, Yeltsin, ard-arda 2 nəfər adam gəlir və adam deyir ki, bunlardan maniyadır, nədir bunlar? Nə zamansa Polşanı siliblər tarixi, siyasət, yəni siyasi coğrafiyadan, siyasi xəritədən, dünyanın siyasi xəritəsindən Polşanı pozublar. Amma o demək deyil ki, sən bu dəqiqə militarlaşasan, bu dəqiqə yox, Polşa çox belə qatı o fikirdə qalır. Sonra mən Polşaya birinci səfər eləyəndə gördüm ki, bunlar o fikirdədirlər və düşünürlər ki, Rusiyadan təhlükə gələ bilər. Qərbi Avropada belə bir trend yox idi. İndi biz hamımız gəlirdik, gedirdik, tanıyırıq da, biraz Almanı, biraz belədik. Yəni, yox idi. Yalnız indi gəlib çatıb. 22-ci ildə başlandı bu söhbətlər. Yalnız indi gəlib çatıb və mənə elə gəlir ki, bu proseslər elə bir prosesdir ki, bunun kontrol zeti yoxdur. Yox, çətin olsun bunun kontrol zeti. Hətta bundan sonra, Trumpdan sonra ABŞ-da hakimiyyətə Biden yox, Super Biden də gəlsə, artıq bu siqnal verildi ki, bu NATO'nun bir böyük zırpı, çox böyük bir sabun köpüğü olduğu siqnalı verildi. Yəni deməli buradan belə çıxır ki, bütün bu NATO həngaməsi, bütün bu söhbət ona nəzərdə tutulmuşdu ki, Rusiya və yaxud da indi böyük anlamda Rusiya, Çin desək, bunlar qorxub heç nə eləməyəcəklər. Amma əgər eləsələr, biz heç nə eləyə bilməyəcəyik. Yəni bu böyük bir sabun köpüyüymüş, belə çıxır. Belə çıxır. Amma bu məsələ orasındadır ki, bu sabun köpüyünün partlaması çox dəhşətli nəticələrə gətirib çıxaracaq. Bu artıq labüddür. Bu labüddür, bu geriyə dönüşü olmayan bir prosesdir. Amma bu iş orasındadır ki, bu proses artıq başlayıb maalesef. Çox təəssüf, amma bu proses başlayıb. Hamı artıq o trend dönüşü baş verib. Çünki biz indi danışdıq ki, bu 2-ci Dünya müharibəsinin bitməsindən sonra bu demilitarizasiya, denasifikasiya, onun çətir anlayış kimi əgər biz bunu dövrün fəlsəfəsini götürsək, postmodern ki ondan sonra bu dövr olaraq gəldi. Çünki postmodern öz-özlüyündə bir fəlsəfi şey deyil, nəzəriyyə deyil. Bu çətir anlayışdır. Həmən o dövrü izah eləyən bir anlayışdır. Bütün dəyərlərin dəyərsizləşdirilməsi, həqiqətin dəyərsizləşdirilməsi, ciddiliyin dəyərsizləşdirilməsi, müəllifin ölümü, bütün bu şeylər, simulyakrın təntənəsi, bu dövrlər əlbəttə ki, öz zamanına görə labüd idi. O soyuq müharibənin yan təsiri idi. Mən belə izah edirəm həmişə. Yan təsiri idi, amma biz həmən o dövrə müsbət və ya mənfi qiymət verə bilmərik. Çünki o tarixi labüdlük idi. O da gəlməli idi. Mən o dövrə qiymət verə bilərəm. Yəni mənə belə gəlir ki, çox müsbət bir dövr idi. Yəni nə üçün belə hesab edirəm? Adı soyuq müharibə olsa da, bəşər tarixində müstəsna, belə deyim, belə çox müstəsna bir dövrdür. Müstəsna yəni nə mənada? Çox belə bir sülhün bərqərar olduğu bir zaman. Düzdür. Böyük müharibələr atılmışdı Avropadan kənara, proksi məkanlara. Koreya, Vyetnama,
Əfqanistana, Afrikaya, müxtəlif yerlərə bu qarşı durma, proksi müharibə şəklində böyük müharibələr, böyük qana yox deyilmişdi və adı müharibə olsa da dinc quruculuq dövrü idi. İstər şərqdə SSR o dövrdə müstəsna işlərə imza atdı. Ən müstəsna iş 45-ci ildən sonra 60-cı illərin ortasına qədər SSR-nin Avropa hissəsinin bərpası idi. Mümkünsüz bir məsələdir. Onu necə elədilər? Çox böyük, yəni uğurla başa çatdı da, yerlə yeksan olmuş şəhərləri tikdilər. Sonra Şərqi Avropa dövlətlərinin çoxu darmadağın olmuş. Polşa məsələn yerlə yeksan edilmişdi. Varşava şəhəri silinmişdi yer üzündən. Mən nə bilim, yəni bunlar hamısı tikildi. Qərbi Avropada da oturaq bir dövr yaranmışdı. Çox stabil, kifayət qədər iqtisadi inkişafın qalxınışdığı bir dövr idi. Və bu dövr kifayət qədər uzun çəkdiyi üçün bütün mənalar itməyə başladı. Postmodern də bunun təntənəsi idi. Mənalar itir və messiyan xarakterli hadisələr baş vermir və bunu yəni istənilən halda müsbət xarakterizə eləmək olar da ki, sənət adamları artıq bu belə deyək də böyük bir belə deyək refleksiyalardan gəlib tam mənasızlığa çıxır və bütün keçmiş olanların dekonstruksiyası ilə və total ironiyası ilə məşğul olur. Sarkazm. Bəli, bu postmoderni izah eləyən, onu təsvir eləyən anlayışlar, əsas anlayışlardan biridir. Dekonstruksiya, bu total ironiya, ciddiliyin, heç bir ciddiliyin olmadığı, yəni Allahı hələ 19-cu əsrdə elan eləmişdilər. İndi insanı da öldürdülər. İnsan da öldü. Yəni heç bir avtoritet, heç bir şey qalmadı ortada və artıq da tamamilə bir boşluqdur. Fin de cycle, dünyanın, yəni zamanın sonu gəlir. Axırda da Fukuyama müəllim bunun nöqtəsini qoydu ki, bəşər tarixi gəlib bir dənə dalanda dayanacaq, qutaracaq, hər şey qutarır. Yazıq heç diqqəti də alası bir şey deyil. Məqalə kimi yazmışdı onu ki, belə olacaq. Bütün dünya gəldi ki, bəşərin sonu gəlib filan. Aydın oldu ki, yox, bəşərin sonu zadı yoxdur. Hər nəsil yenidən ehtirasla yeni işlərə, yeni messiyan layihələr istəyir. Mən onu hiss elədim. Hardasa bu 2010-cu illərdə görəndə ki, Avropadan işidə nə qədər Avropalı belə müstəsna həvəslə özü gedir, işidin içərisində nə bilim vuruşur, dağıdır. Yəni bu hər bir yeni nəsil yeni bir messiyan bir layihə istəyir özü üçün. Bəli, məna axtarışı. Bu bioloji prosesdir daha çox. Buna biz kültürel sosioloji baxırıq. Bu əslində bioloji, hər bir yeni nəsil sən nələr tiksən də, nələr qursan da sübut olundu. Bax bu soyuq müharibənin yaratdığı Avropanın timsalında ki, sən nələr qurursan da yeni nəsil bunu istəməyəcək. Yeni nəsil özü istəyir yaratsın. Özü vurmaq istəyir, yaratmaq istəyir, dağıtmaq istəyir. İndi qayıdaq bir qədər bu indiki dövrə, 22-ci ildən sonra baş verən hadisələrə, Ukrayna müharibəsi əslində o Alman sualı idi. Alman məsələsi idi o mənim üçün daha çox, o Ukrayna müharibəsindən daha çox. Mən Ctrl-Z deyəndə bu işlərin geri dönməzliyi barədə mənə elə gəlir ki, Avropanın remilitarizasiyası müəyyən mənada mümkün olmayacaq. Çünki bunun üçün ən azı bir nəslin yenidən tərbiyə edilməsi gərəkdir. Bu çox çətin məsələ. Çünki burada Bundeswehr'in reklamı gedir neçə ildir. Hamı deyir ki, ora heç kim yazılmır. Ancaq yerli türklər yazılır, istəyənlər çox azdır. Yəni, məsələ pulda da deyil də, məsələ təşviqdə də deyil. Məsələ ondadır ki, uzun illər pasifizmin, antimilitarizmin və bunun təbliğatı. İnsanlar da özünü bilirsən də plastilin kimi istənilən cəmiyyət. İstədiyin kimi insan kütləsindən ideologiya nə istəsən yapır, yaradır. Eşidəndə ki, Skandinaviya ölkələrində də bu prosesi canlandırmaq istəyirlər. Əsasən bu Trumpın son gəlişlərindən sonra. Maraqlı bir vəziyyət yaranıb burada Avropada. Çox maraqlıdır. Maraqlıdır, amma eyni zamanda da razıyam ki, biraz çətin olacaq bu. Amma eyni zamanda da qaçılmaz da axı. Biraz deyirsən, yoxsa necə biraz? Yox, yəni bəli, çox çətindir, amma eyni zamanda da qaçılmazdır.
Bunu da anlamaq lazımdır. Qaçılmazdır. Bunun başqa yolu yoxdur. Avropanın əslində yəni sırf iqtisadi imkanları var bunu eləmək üçün. İntellektual imkanları da var deyə bilərik. Burada söhbət gedir. Biz məna barədə danışdıq da, mənanın ki öldürdü bu. Biz yer gəlmişkən maestro biz zaman-zaman bu mövzunu öz aramızda da bu müşahidələri aparmışıq. Yanında da biz tez-tez danışırdıq bu barədə. Hələ təzə-təzə Avropaya gələndə, məsələn də Avropada bir turist kimi yaşayanda, uzun müddət yaşamayanda biz bunun fərqinə daha çox varırdıq. Məsələn, mən o vaxt ilk Polşaya gələndə belə bir hadisə yaşanmışdı. Biz öz aramızda bunu danışmışdıq, müzakirə eləmişdik. Bir Varşavada yaşayan dostlarımız vardı, Azərbaycanlı dostlar. Bizi qonaq elədilər. Getdik onlarda oturduq və ora bizim dostlarımızdan birinin elə bil girlfriendinin evi idi. O özü də orada oturmuşdu. Hələ bu Polyaçka idi də, Polyak qızı idi. Yenə də Avropalı, artıq Polşa, Varşava Paktı Polşası deyildi biz orada olanda. Söhbət gedir 2013-cü, 14-cü illərdən belə. Və orada biz oturduq. İndi müxtəlif, o zaman da Azərbaycanda müxtəlif çətin dövr idi. Hamımız o dövrü xatırlayırıq. Biz özümüz də çətin dövr yaşayırdıq. Şəxsi elə bil ki həyatımızda, yəni də şəxsi ictimai həyatımızda və bu problemləri müzakirə eləyirdik, Azərbaycanda olan keçən hadisələri. Bu məqamda birdən bu qız qayıtdı bizə ki, siz heç bilirsiniz bizdə nə baş verib? Biz dünənləri çox dəhşətli bir hadisənin şahidi olduq. Biz də hamımız durdurduq söhbət müzakirəni ki, nəsə yəqin çox vacib bir şey baş verib. Başladıq buna qulaq asdıq ki, görək qız nə danışacaq. Qız deyir ki, biz dünənləri Varşavanın hansısa bir yerində bir aksiya keçirdirdik. Burada Varşavada bu dönər dükanları həddən artıq çoxalıb. Siz təsəvvür edirsiniz, bilirsiniz o dönərləri nədən hazırlayırlar? Biz də yəni belə süni əndişə və süni belə maraqla baxdıq ki, nədən? Bəlkə biz bilmədiyimiz şeydən hazırlayırlar. Dedi, onu toyuq ətindən hazırlayırlar və bu heyvanlara qarşı böyük bir ədalətsizlikdir. Siz təsəvvür eləyin, o dönərin hazırlanmasını görən bir toyuq nə düşünə bilər? Biz belə bir stupor vəziyyətində bütün bunları dinləyirdik. Bu dəhşətdir, deyirdi qız. Və həqiqətən də onun üzündə bir dəhşət ifadəsi həqiqətən də var idi. Və biz bu elə bil ki, biz yaşadığımız, bu gördüyümüz şeylərdən sonra bu eşitdiyimiz bizə elə bil ki, soyuq su effekti verdi də ki, bunun danışdığına bax. Amma indi mən həmən o da, biz bu barədə danışıb gülürdük çox vaxt. İndi isə mən bu məsələni dərinliyi ilə anlamağa başlayıram. Həqiqətən də insan mənasız yaşaya bilmir. İnsana məna lazımdır. Və bu əsl ciddi mənaların öldürülməsi mənanın da simulyakrlaşmasına gətirib çıxardı. İnsanlar özlərinə məna uydurub ona inanmağa başladılar. Bütün bu Greenpeace hərəkatları, bütün bu mən yeri gəlmişkən bunu deməklə, məsələn, yaşlılara qarşı bu tavrımı göstərməklə heç də onu demirəm ki, qlobal istilənmə yoxdur. Qətiyyən bu var. Bu çox elmi olaraq da sübut olunmuş bir prosesdir. Amma bu çox mürəkkəb və ekspertlərin məşğul olacağı məsələdir. Bu aktivistlərin gedib nə bilim gəmiyə hücum eləməsi ilə baş verən proses deyil. Yəni bu özdə o dizel mühərrikli gəmidə gedib başqa gəmiyə hücum eləyib dizelin istifadəsinə qarşı çıxmaq, yəni bu cür olmur da, bu belə işləmir. Çox gülməlidir Hacı. Valla sən danışdın, Bunuelin filmlərini xatırladım valla. Amma bu məna axtarışdır. Simulakr elə budur da. Yəni ki, orijinalı olmayan kopya. Bəli. Bu simulakrdır. Biz artıq bundan danışmırıq. Mən elə bunu deyirdim ki, artıq bu prosesi yenidən başlamaq çox çətin olacaq.
Elə mən orada ancaq Polşanın özündə görürəm belə bir potensialı. Başqa Qərbi Avropa ölkələrində bunu edə biləcək bir güc düzülmüsəm görmürəm. Burada insanlar həyəcanlanır ki, AFD gəlir hakimiyyətə, amma mən inanmıram ki, bu prosesləri yenidən artıq bir də yenidən o əvvəlki məcbasına qaytarmaq olacaq. Mümkün olan bir işə oxşamır. Əvvəlki əlbəttə ki olmayacaq. Ola bilməz. Ola da bilməz. Yəni insan sivilizasiyası adətən keçmişdən gələcəyə vektorunda inkişaf edir və heç nə olduğu kimi təkrarlanmır tarix. Hacı, elə də deyil. Tam keçmişdən gələcəyə deyil. Spiralvari olur tarix həmişə. Spiralvari olur tarix. Spiralın yeni mərhələsində yenidən peyda olur. Amma yenə belə deyək də, never say never də, yəni heç bir zaman olmayacaq demə. Çünki bu son illərdə biz nələr gördük? Deyir, kimin əvvəli, kimin axırı. Cəmi bir neçə il əvvəl bizim kampaniya başlayanda bu Avropada bizə dərs keçirdilər. İnsanlıq dərsi ki, belə deyək də, Trotskiyçilər bizə dərs öyrədirdi ki, belə bir şey olmaz. Bizim Novarçı dostlar da var idi də, dost deyək, nə olar, nə deyək ki, bizim insanlardır da. Bunlar yadındadır, deyirdi, müharibə bu dəqiqə dayanmalıdır. Heç bir mənası olmadan bizim əskərlər qırılmalıdır. İndi isə Ukraynada 3 ildən artıq milyonlarla insan gedir. Elə həmin qüvvələr deyir ki, müharibəni dayandırmaq olmaz. Bunu Trump danışır, ona görə o Putinçidir. Eynən, həmən adamlar, həmən qüvvələr, bizə novar eləyirdilər. Orada isə o 100 minlərlə insanların qırılmağına heç kim yox demir. Mən bugün məlumat oxudum. Ukraynada həbsdən xanımları artıq buraxırlar, həbsxanada olan qadınları. Onları da orduya göndərib orada qırdırmır. Nəysə, mən əlbəttə Ukraynanın tərəfindəyəm. Mən istəyərdim ki, Ukrayna azad olsun. İşğalçının, yəni biz kim olduğunu görmüşük. Bizdən də bunu eləyiblər. Əslində bizim başımıza gətirəcəkdilər bütün bu işləri. Əgər müstəqil siyasət aparmasaydık. Nə deyə bilərəm? İstənilən halda bu çox böyük bir dəhşətdir. Avropa isə gərək hazırlaşsın. Yəni bu elə-belə Ukrayna müharibəsi deyil. Bunun sonu çox dəhşətli bitə bilər Avropadakı hazırki cəmiyyət üçün. Yəni mən istəməzdim ki, belə bitsin. Çünki bizim özümüzün Rusiya ilə qarşı münasibətimiz var. Bu bizim üçün də çox ağrılı bitə bilər. Amma bunun nə ilə bitəcəyini doğrudan məndə şübhə yaradır. Çünki mən inanmıram ki, bu prosesləri bir daha deyim, geriyə qaytarmaq. Hərdən birdən geriyə qayıtmaz proseslər də baş verir tarixdə. Belə şeylər olur. Sözsüz və bu ki biz bugünə qədər bu postmodernin krizisini biz danışdıq. Perspektivlər barədə də bir-iki kəlmə deyək ki, əslində biz çox şey də deyə bilməyəcəyik. Çünki bu heç kim üçün hələ ki yəni labüd deyil. Heç kim üçün aydın deyil. Heç kim başa düşmür bunu ki, nə olacaq. Doğru, hamı şokdadır. Hamı şokdadır. Müəyyən fikirlər var ki, metamodern gəlir. Bəzi, məsələn, Varoufakis deyir ki, texnofeodalizm artıq, Amerikada texnofeodalizmin təntənəsini görürük. Bu rəqəmsal quldarlıq da deyirlər buna. Rəqəmsal quldarlıq, faktiki elə o texnofeodalizm odur. Orada onu izah eləyir. O iqtisadiyyatçıdır. Özü də çox da uğurlu olmayan iqtisadiyyatçısı. O yadındadır da o Tsiprasın dövründə onun iqtisadiyyat naziri idi. Onun nəzəriyyəsidir bu ki, hakimiyyəti bu dəqiqə deməli rəqəmsal oliqarxlar, daha doğrusu onları hətta oliqarx da adlandırmır. Çünki oliqarxlar daha çox kapitalistik dövrə məxsus insanlardır, anlayışdır. Onları rəqəmsal və ya texnokratik feodallar adlandırır. Çünki onun nəzəriyyəsinə görə onun işçiləri şeylər deyil, yəni kapitalistlər deyil. Normal bizim öyrəşdiyimiz kapitalistik quruluşda necə olur? İşçi işə götürən, yəni də belə münasibətlər olur və onların müəyyən, əlbəttə ki, orada subordinasiya var, amma yenə də işçinin öz hüquqları var, öz haqları var, o maaş alır filan zat. Bunun Varoufakisin dediyinə görə isə bu texnofeodalizmdə əsas işçi qüvvəsini qullarla biz müqayisə edirik. Yəni deyir, məsələn,
Facebookun gəlirini formalaşdıran insanların əksəriyyəti pulsuz işləyir ona. Əslində haqlıdır. Məsələn, biz Facebookda nəsə yazırıqsa, o reklama tıklayırıqsa, baxırıqsa, biz Facebook üçün işləmiş oluruq. Amma eyni zamanda biz buna görə heç bir qarşılıq pul almırıq. Düzdür, bu sistemdə onun vassal adlandırdığı ara şeylər də var. Məsələn, tutaq ki, Facebookda reklam verən insanlar ki var, onlar ondan gəlir götürür. Düzdür? Amma Facebookun özü, Mark Zuckerberg, onun əslində elədiyi bir şey yoxdur. O sadəcə bir platforma, bir sayt yaradıb və oradan heç nədən pul qazanır. Və onun qazandığı pullarla, o vassalların qazandığı pullar müqayisə olunmayacaq dərəcədə çoxdur. Onun bir şeyi isə, bunun qarşılığında bir geri yatırımı isə yoxdur. Əlbəttə ki, burada boşluqlar da var bu fikirdə. O nəzərə almaq lazımdır ki, Varoufakis sözü solçu adamdır ki, qədər bu marksistlərə daha çox yaxın edə biləcəyimiz insandır. Onun o fikirlərində də müəyyən boşluqlar var. Çünki sonuçda bu insanların həmən o texnofeodallar adlandırdığı adamlar özləri bu kapitalistik qaydalarla işləyirlər. Və tam anlamında bu demək olmaz ki, onlar hakimiyyəti ələ alıblar və yaxud. Çünki o sistemin işləydiyi belə böyük suallar yaradır. Çünki bunlar çünki kapitalist necə? Məsələn, bir tutaq ki, bir Volkswagen zavod açıb, maşın buraxır. O əldə elədiyi gəlirdən ki, maaş ödəyir, bir hissəsini maaş şəklində, vergi şəklində dövlətə verir, maaş şəklində işçilərinə ödəyir. Amma sırf gəlirinin də böyük hissəsi o texnologiyalara, öz deməli, texnologiyaların inkişafına sərf edir. Burada isə elə bir şey yoxdur. Burada, məsələn, Facebookun upgrade-inə və yaxud onun yenilənməsinə, inkişafına sərf olunan paralar çox cüzidir. Yəni o geri yatırım demək olmaz ona. Yəni o faktiki bunlar ancaq pulu qazanır və yenidən iqtisadiyyata yatırmır. Ona görə bunlar finans köprükləridir. Bu barədə danışılır. Bəli, bunu daha çox yeri gəlmişkən iqtisadiyyatçı ilə müzakirə etmək daha yaxşı olar. Yox, bunların da yəqin ki, metamodern qarşısını alacaq. Bu tamam dəyişiləcək. Məsələ bunda deyil. Bunu çox müzakirə etməyə ehtiyac yoxdur. Yeni formasiya bunları dəyişdirib başqa formaya salacaq. Sadəcə belə deyək də, bu söhbəti başladığımız yerə gətirək. Bu Avropa adlanan böyük yarımadanı böyük belə deyək də, fəlakətlər yaxud böyük çağırışlar gözləyir. Çox böyük çağırışlar gözləyir. Bu barədə çətindir nəsə danışmaq. Ümid eləyək ki, insanlığın bugünə qədər yaşadığı, topladığı təcrübə təkcə 20-ci əsrdə yaşadığı iki dəhşətli, dağıdıcı dünya müharibəsi hələ tam unudulmayıb. Bundan çıxan nəticələr... Orasındadır ki, burada baş verən proseslərdə bu, belə deyim də, vektor kimi bu neotrotskizm hökm sürürdü və heç bir məntiqli söhbətə icazə verilmirdi. Nəinki akademik sferalarda. Hətta ictimai məkanda bir qədər məntiqli söhbət edilən faşist damğası alıb yoxluğa göndərilirdi. Burada düzdür, Sibir yoxdur, NKVD də yoxdur hələ ki. Amma adamları damğalamaqla onu tamamilə məhv edib, sosial izolyasiya eləmək olurdu. Markuz onun fəlsəfəsini formalaşdırmışdı. Yəni burada istənilən məntiqin qabağına bir Greta Thunberg çıxırdı. Normal bir məntiqi mülahizə yürütmək qadağan idi. Burada deyiləndə ki, söz azadlığı var, azadlıq var, bu çox absurd bir şeyə gətirir, çıxardırdı. Çünki insanların xəbəri yox idi ki, burada faktiki neotrotskizm akademik sferada ən azından hökm sürür və başqa sferalarda da hökm sürür. İndi isə bu dəyişilir, qəflətən dəyişilir, belə zəlzələ kimi, tufan kimi dəyişilir və bu çağırışın qabağında faza keçididə, faza keçidi həmişə anidən olur. Başa düşürəm, sən dedin ki, intellektual bir iqtisadi baza var şübhəsiz, amma o iqtisadi baza da keçmiş dövrün bazasıdır.
keçmiş dövrün, keçmiş kurallarının bazasıdır. Hansısa bir Çinin yolları bağlansa, hansısa bir logistik kollaps baş versə, məsələn, Almaniyanın başına elə bir işlər gəldi ki, burada atom elektrik stansiyalarını söndürdülər. Sonrası 22-ci ildəki o Rusiyadan gələn o çox ucuz qaz şəbəkəsi partladıldı. Kim elədi bunu indiyə kimi bilinmir, amma kimə lazım idi sualını versək, aydın mənzərə yaranacaq. Yəni bu yarımadanı çox böyük bir çağırışlar gözləyir. Azərbaycan da yeri gəlmişkən bu həmin dövrdə hazırlaşmalıdır. Onu da çox böyük çağırışlar gözləyə bilər. Adı çox sağ ol bu söhbət üçün. Çalışdıq bir qədər əhatə eləyək, amma çətindir bu. Bu çox böyük. Çox çətindir, mövzular çoxdur. Əslində biz danışdığımız hər yəni üstündən keçib sadəcə iki sözlə toxunduğumuz hər bir mövzu bir ayrıca verilişin mövzusudur. İstər o danışdığımız o kültür marksistlər olsun, istər Avropanın durumu, bundan çıxan istər postmodernin səbəbləri və nəticələri. Bunlar hər biri ayrıca bir müzakirə mövzusudur. Biz üstündən keçərək danışmağa çalışdıq, amma ümid edirəm ki, maraqlı olar maraqlanan insanlar üçün, intellektual insanlar üçün. Əgər maraq olsa, yenə də bu mövzuları müzakirə eləməyə davam eləyərik. Yox, hadisələr intensiv gedir çox. Biz bu mövzulara toxunacağıq yenə də, çünki biz özümüz də burada yaşayırıq və burada baş verən proseslərin Azərbaycana da təsirsiz ötüşməyəcək. Onu da 100% bilmək lazımdır. Çox sağ olacaq. Biz hökmən davam eləyəcəyik bu söhbətlərə. Hələlik. Buyur bəy. Sağ olun. Minnətdaram.